...1960-cı illərin ikinci yarısından başlayaraq 60-cılar adlandırılan ziyalı nəsli şəxsiyyətə pərəstişin yaratdığı vahimənin mənəviyyatdan təmizlənməsinə, cəmiyyətin saflaşmasına xidmət edən yaradıcılıq işlərinin müəllifi oldular. Həmin dövrdə yeni nəsil dramaturqların, senaristlərin və rejissorların kinoda, teatrda yeni məzmun və forma axtarışları öz səmərəli nəticəsini verdi. Süni pafosdan və quramaçılıqdan uzaq, yeni estetik prinsiplər əsasında yaradılan, eyni zamanda böyük yeniliklərlə zəngin kino və dram əsərləri real həyatın güzgüsünə çevrildi. Bu əsərlərin lirik və romantik çalarlar almasında bəstəkarlar da xüsusi rol oynayırdı. Onların filmlərə və tamaşalara yazdıqları musiqilər hadisələrin emosional nailiyyətinə nüfuz edir, epizodları parlaq və gözəl səs obrazları ilə daha da zənginləşdirirdilər. Bugün sizə belə bəstəkarlardan biri Emin Sabitoğlu'nun ecazkar kino və teatr musiqisi haqqında danışacağıq. Emin Sabitoğlu 60'a yaxın bədii və sənədli filmə musiqi yazıb. Onun bəstəkarı olduğu filmlər içərisində 1965-ci ildə rejissor Oktay Mirqasımovun çəkdiyi Dəniz sənədli filmini xüsusi qeyd etmək lazımdır. Film senari müəllifinin, rejissorun təxəyyülünün məhsulu olsa da, istər sənədli, istərsə də bədii kinoda kadr arxasında səslənən musiqi onun qavranılmasında mühüm məna kəsb edir. Bəzən kadrlardan tuta bilmədiyimiz bəzi mənalar, məqamlar məhz musiqi vasitəsilə üzə çıxır. Emin Sabitoğlu musiqi yazdığı bütün filmlərdə bu işin öhdəsindən uğurla gəlir və bu da əlbəttə ki, səbəbsiz deyildi. Kino musiqisini yazmaq bir bəstəkar üçün çox çətindir. Ona görə ki, kino musiqisini yazmağı ötürü bəstəkarın həm peşəkarlıq səviyyəsi olmalıdır, həm bilgiləri olmalıdır. Amma bundan da vacibi odur ki, kino üçün musiqi yazan bəstəkar təsviri hiss etməlidir, dramaturgiyanı bilməlidir, mətni görə bilməlidir. Bu mənada o bu cəhətlərə malik edir. Və bu onunla bağlıdır ki, düşünürəm həm onun yetişdiyi mühit, ailə mühiti, çünki onun atası dramaturq idi. Görünür bu da vacib bir faktor oynayıb və eyni zamanda onun yetişdiyi intellektual mühit də burada rol oynayıb. Çünki Sovet dövründə istəyər rəssamlar, ədəbiyyat adamları, rejissorlar, bəstəkarlar bir-biri ilə dostluq edirlər. Uzun-uzadı yaradıcılıq müzakirələri aparırlar. Və kino da elə bir sahədir ki, burada kollektiv müzakirə olunanda daha yaxşı nəticə ortaya çıxır. Mən onu da söyləməliyim ki, əlbəttə özüm də Araz Dadarzadənin qızı olaraq onların o bizim doktor döngəsindəki o yığıncaqlarında, toplantılarında, yer belə demək caizdir, iştirak eləmişəm dəfələrlə. Mənim üçün çox maraqlı idi onların apardığı söhbətlər və bu təkcə ədəbiyyat deyildi, bu təkcə sənət deyildi, o zaman siyasət də gündəmdə idi. Biz 60-cılar idi də dediyim qədər. Yəni pərvaz etmək bir qədər gündəm həyatından bir qədər bax belə bir imkan yaranmışdı və bu gənclərdə bu ruh özünü çox güclü ifadə edirdi və həmin o məclislərdə Emin müəllim ələşib mütləq öz melodiyalarını da, təzə yaratdığı mahnıları da çalırdı.
Sabitoğlu'nun düşünürəm ki, üstün cəhətlərindən biri Azərbaycan milli mədəniyyətini, mental xüsusiyyətlərimizi çox dərindən bilməsidir. Və bir də insan təbiətinin incəliklərini, xarakterinin incəliklərini duya bilirdi. Bax, bu cəhət çox təəssüf ki, bizim müasir bəstəkarlarımızda, rejissorlarımızda, senaristlərimizdə çatışmayan bir cəhətdir. İnsan təbiətini başa düşmək, ən incə detallarını. Misal üçün, bizim Cəbiş müəllimdə çox məşhur bir səhnə var. Səfira İbrahimovanın oynadığı obraz məktub alır. Orada bu səhnəni musiqi ilə verir Həsən Seyidbəyli. Bu həm də Həsən Seyidbəylinin ustalığıdır sözsüz ki, və burada musiqi obrazlı şəkildə çıxış edir, vizual səviyyədə. Onu bəlkə də başqa cür həll etsəydi, ağlamağı ilə, filanı ilə bu çox bəsit anlardı. Amma orada Emin Sabitoğlu'nun musiqisi təsvirlə dialoqa girir və belə bir maraqlı bir səhnə alınır. Bugün də tədbirlərdə, konsertlərdə tez-tez səslənən bir vals var. Biz onu bizim Cəbiş müəllim filmindən xatırlayırıq. Həmin vals hətta bəzi hallarda televiziya verilişlərində də bir jingle olaraq səslənir və yaxud uşaq musiqi məktəblərindən tutmuş böyüklərə kimi həmin gözəl vals hər birimizdə nostalji hisslər doğurur. Maraqlıdır ki, o film çəkiləndə o hələ Sabitoğlu deyildi, Mahmudov idi və filmin titrlərində də Emin Mahmudov deyə yazılmışdı. Və sonradan düşünürəm ki, nə yaxşı ki, dostum Ənvər Sadıqov o musiqini götürdü, işlədi və ona yeni bir həyat verdi, yeni bir nəfəs verdi. Bu həqiqətən şedevr bir əsərdir. Bəstəkar çox yaxşı musiqi yaza bilər. Filmin, əsərin ruhunu tuta bilər. Amma bütün hallarda film rejissorundur. Burada rejissor baxışı çox önəmlidir. Rejissor o musiqini dramaturgiyada çox uğurlu həll edərsə, həm də biz bəstəkarı görə biləcəyik. Əgər həll edə bilməyəcəksə, burada artıq hər şey arxa plana keçir və qüsurlar əmələ gəlir. Və mən düşünürəm ki, təkcə Emin Sabitoğlu yox, ümumiyyətlə o Nəsil Cahangir Cahangirovdur, Tofiq Quliyev, Vasif Adıgözəlov, onların üstünlüyü, uğuru ondaydı ki, onlar çox yaxşı rejissorlarla işləmişlər və özəlliklə də Emin Sabitoğlu'nun işlədiyi filmlər Azərbaycanda demək olar ki, kult səviyyəsindədir. Bizim Cəbiş müəllim olsun, Dədə Qorqud olsun, İstintaq filmi olsun. Onu da deyim ki, gözəl musiqisi ilə bizi ovsunlamış bizim Cəbiş müəllim filmi Emin Sabitoğlu'nun musiqi yazdığı ilk tam metrajlı bədii filmidir. Ancaq sonuncu deyil. Bir akşam taksiden düşüp payıza, bilmedik haraya hayana gider. Bir akşam taksiden düşüp payıza, bilmedik haraya hayana gider. Bahar həsrətiyle payız akşamı, yenə həzin-həzin titrədi ürək. 70-ci illərdə Emin Sabitoğlu'nun bəstəkarı olduğu bir film işıq üzü görür. Söhbət 1971-ci ildə çəkilmiş məşhur Gün Keçdi filmindən gedir. Bax, həmin filmdə Emin Sabitoğlu'nun yazdığı musiqi, mən deyərdim ki,
həm Azərbaycan tamaşaçısına, həm dövrünün Sovet tamaşaçısına və yaxud da ki, hesab eləyək ki, hətta bu gün də izləsələr, Qərb tamaşaçısına da çox yaxın olacaq. Çünki musiqi o qədər anlaşıqlıdır ki, onu həm hər hansı bir Avropalı, digər əcnəbi bir vətəndaş, musiqi sevər dinləyib, o musiqidən zövq ala biləcək. Yəni onu özünə doğma hiss edə biləcək. Və eləcə də Azərbaycanlı da. Bax bu bəstəkarın uğuru idi ki, yazdığı musiqini hər bir şəxs milliyyətindən, dinindən, ölkəsindən asılı olmayaraq onu hiss edib duya bilir. Biz deməli Kino İttifaqının təşəbbüsü ilə Gün keçdi filmini göstərəndə siz təsəvvür edə bilməzsiniz. Yeganə Azərbaycan filmi idi ki, zalda oturmağa yer yox idi. Bu həm rejissor, həm hekayə, həm də təbii ki, musiqinin orada rolu vardı ki, insanlarda bu qədər bu film sevgi qazana bilib. Adamı aparan bir musiqidir. O musiqini dinləyəndə biz hər zaman kimlərisə xatırlayırıq. Həyatımızda olan və bu gün bizimlə olmayan insanları xatırlayırıq. Film özü özlüyündə bir şedevrdir, amma mən düşünürəm ki, əgər Emin Sabitoğlu o musiqini bəstələməsəydi və yaxud da başqa cür bəstələsəydi, məncə o film o cür baxılmayacaqdı. Emin Sabitoğlu çox polifonik bir bəstəkar olub. Yəni insan duyğularını və bir də məkana uyğun ssenarini, hekayəni hiss edərək ən müxtəlif belə intonasiyalarda musiqi yazmağı bacarıb. Məsəl üçün orada belə bir səhnə var. Oktay Əsmərə deyir ki, içəri şəhər, yəni orada onların evləri sökülür və bunu düzdür həm operator işi ilə bunu həll edir, həm də o musiqi ilə onun o həyəcanını, onun qorxusunu, onun o keçmişə olan xiffətini verir. Yəni o musiqinin içərisində hər şey var. Ən müxtəlif hisslər belə özünün doğrudan da musiqidə ifadəli həllini tapır. Bu yeganə Azərbaycan filmlərindəndir ki, musiqili olmasa da filmin təxminən yarısından çoxunda Emin Sabitoğlu'nun musiqisi qeyd etdiyim kimi leitmotiv şəklində başqa-başqa simfonik orkestrlə, adi bir qrupla, gitarla ilə müxtəlif cür səslənir. Yəni bu da o deməkdir ki, Emin Sabitoğlu bunu elə bəstələyib ki, bunu istənilən halda, istənilən kollektivlə uğurlu aranjman və münasibət bəsləyəndə onu dinləmək mümkündür. Sözü gedən filmdə iki məşhur nəğmə var ki, onu xüsusi vurğulamaq istərdim. Bir axşam taksidən düşüb payızə. Emin Sabitoğlu'nun, Vaqif Səmədoğlu'nun sözlərinə yazdığı məşhur nəğməni Flora Kərimova ifa edir. Və bir mahnıda var, Emin Sabitoğlu onu Anarın sözlərinə yazıb. Söhbət düşür sən yadıma, yağanda yağışlar, bağışla gözəl yar, bağışla. Mirzə Babayev bu mahnını oxuyur, gözəl nəğmələrdən biridir, bərdardır. Qərb estrada musiqisində hansı cərəyanlar var, onu öz musiqisində tətbiq edərdi və həmişə də çalışardı ki, bütün bəstəkarlar buna xüsusən çalışır. Emin Sabitoğlu isə buna məxsusi diqqət yetirərdi ki, təkrarlanmasın. Bəzən bəstəkara bir melodiya gələ bilər, yarana bilər, amma fərqinə varmadan hansısa hissələrdə təkrarlana bilər. Bax, Emin Sabitoğlu bu məsələyə diqqət yetirərdi və təkrarlanmazdı. Mahnı janrının, estrada tendensiyalarının spesifik xüsusiyyətlərini öz yaradıcılıq fəaliyyətində tətbiq edərdi. Emin Sabitoğlu'nun ən güclü tərəflərindən birisi də onun sözə xüsusi bir diqqəti olubdur. O da yəqin heç də təsadüfi deyil ki, Sabit Rəhman ailəsinin belə də necə deyilir, atmosferində, o havada o böyüyüb, şəxsiyyət kimi, bir yaradıcı kimi puxtələşibdir. Bu ədəbiyyat, bu tarix, ümumiyyətlə sənət geniş mənada, dram teatrında dəfələrlə olub. Yəni bütün bunlar onun bir bəstəkar, sənətkar və şəxsiyyət kimi formalaşmasına çox böyük təsir göstərir. Gün hansısa atmosferinə çox gözəl, uyğun gələrək yazdığı o mahnılar, bilirsiniz, bunu deyəsən çox görkəmli bəstəkarlardan biri demişdi ki, zamanın nəbzini təkcə filmi üçün yazılmış Bağışla mahnısının timsalında neçə-neçə belə misal göstərmək olar ki, film üçün yazılmış mahnılar kinoteatrların hüdudlarını aşaraq şöhrət qazanır. Milyonlarla dinləyici tərəfindən sevilib və dillər əzbərinə çevrilir. Bəzən belə mahnıların taleyi səsləndiyi filmdən daha uğurlu olur. Məsələn, bu gün də sevilən
estrada ifaçılarımızın repertuarından düşməyən Uzaq Yaşıl Adam mahnısı kimi. Film unudulub. Dədə Qorqud, Ad günü, İstintak, Atları yəhərləyin, Ölsəm bağışla, Park, Bəyin oğurlanması, Təxminə. Bunlar Emin Sabitoğlu'nun musiqi bəstələdiyi bədii filmlərin kiçik bir qismidir. Ancaq bu filmləri birləşdirən bir cəhətin nə olduğunu soruşsaz, düşünmədən belə cavab verərdim. Emin Sabitoğlu'nun qəlbləri ovsunlayan möhtəşəm musiqisi. Ən çox heyrət etdiyim və düşünürəm ki, Azərbaycan kinosunun ən uğurlu musiqi həllərindən biri Dədə Qorqud filmidir. Ümumiyyətlə filmin musiqi konsepsiyası çox mürəkkəbdir. Təsəvvür eləyin ki, orada balet nömrəsi var, mahnı janrı var. Və bu filmdə Emin Sabitoğlu çox maraqlı bir gediş eləyib. Ümumiyyətlə onu ustalıqla bacaran bir bəstəkar kimi tanıyırlar, yəni belə tanınır. Və həmin filmdə o, baxmayaraq ki, Dədə Qorqud tarixi filmdir, bizim milli mədəniyyətimizin məhəkdaşıdır. Amma orada daha çox orkestrdan istifadə edib. Amma ustalığa baxın ki, orkestrdan istifadə edərək milli motivləri yarada bilib. Musiqişünaslıqda belə bir anlayış var, bədii kəşf. Sən əgər bir əsərdə bir-biri ilə çox çətin uzlaşan məqamları bir araya gətirirsən və onların uzlaşmasına yeni bədii keyfiyyət əmələ gəlir. Bax, həmin o bədii keyfiyyət, yeni bədii keyfiyyəti Emin Sabitoğlu öz mahnılarında, öz kino musiqisində təcəssüm etdirə bildi, yarada bildi. Filmin əvvəlində belə bir yanaşma eləyib musiqi ilə. Gedir zərbə alətləri, ritmik, insan səsi və atların səsi. Və bunları bir maraqlı bir miks düzəldi. Bilmirəm, indi orada səs rejissorunun nə qədər xidməti olub. Amma yəni ki, ideya bəstəkardan gəlib və bu Dədə Qorqudun o mifoloji qatını, mistik qatını, keçmişdən gələn nəsə bir sirri əhatə edir və o ovqat verir Dədə Qorquda və sözsüz ki, orada mahnı janrında Yalçın Rzazadənin ifasında olan mahnı Emin Sabitoğlu'dur. Filmləri sadalamaqla bitməz və düşünürəm ki, nə yaxşı ki, belə bir tandem də yaranmışdı. Rasim Ocaqov və Emin Sabitoğlu tandemi və bu tandem bərabər bir sıra şedevr filmlər çəkməklə yanaşı həm də orada səslənən musiqi. Məsələn, İstintak filmindəki o musiqi necə gözəldir, o adamı aparan musiqidir. İstər klassik musiqi üslubunda olanları, istər estrada musiqisi üslubunda olanları, sadəcə olaraq musiqi o film üçün bəstələnmiş və leytmotiv kimi səslənən o musiqi çox mükəmməldir. İnsanın yadında qalır və istər-istəməz sən filmə baxmaqla yanaşı həm də o musiqini dinləyirsən. Mən filmə baxanda hökmən müəyyən filmlərdə, o cümlədən Emin Sabitoğlu'nun bəstələdiyi o musiqini böyük məmnuniyyətlə izləyirəm. İstintak filmində bilirsiniz də kriminal motivi olan bir dramdır. Orada demək olar ki, əksər səhnələrdə musiqi yoxdur. Amma Həsən Məmmədovun oynadığı qəhrəmanın səhnələrində onun arzuları, puç olmuş arzuları, xəyalları, ümidləri Emin Sabitoğlu'nun lirik musiqisi ilə verilir. Və bu həmin o sərt drama, sərt əhvalata bir növ yumuşaqlıq gətirir, bir növ şirinlik gətirir. Çünki bütün hallarda film düz rejissorun konsepsiyasından çox asılıdır, bu başqa. Amma bir də var ki, əksər hallarda müəlliflər çalışırlar ki, nə qədər ağır dram olursa olsun, orada bir nəfəsdərmə olmalıdır. Məhz Emin Sabitoğlu'nun musiqisi orada bir nəfəsdərmə rolunu oynayır. Rasim Ocaqov demək olar ki, 70-80-ci illərdə, 90-cı illərdə hansı filmləri çəkibsə, onun bəstəkarı bir mənalı Emin Sabitoğlu idi. Ad günü, Park, Özgə ömür, Ölsəm bağışla, Təxminə, həm ziyarət, həm ticarət, Otel otağı filmləri. Bütün bu filmlərin musiqisi Emin Sabitoğlu'na aiddir və Təxminə filmindən məşhur o görüşdük, nə çətin, ayrıldıq, nə asan, Əlvida mahnısı Rafiq Babayevin başında. Çoxları bəzən elə bilirlər bu Rafiq Babayevin mahnısıdır. Yox, Emin Sabitoğlu'nun yazdığı gözəl nəğmələrdən biridir.
Qardaşım, həyatım, Yeri gəlmişkən xalq yazıçısı Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi romanı əsasında 1985-ci ildə Azərbaycan Milli Dram Teatrında səhnəyə qoyulmuş Təxminə və Zaur tamaşasının da bəstəkarı Emin Sabitoğlu idi. Onun teatrdan əməkdaşlığı hələ 1965-ci ildən atası Sabit Rəhmanın Yalan piyesinə yazdığı musiqi ilə başlamışdı. Ancaq maraqlı musiqi həllinə görə diqqəti cəlb edən başqa bir tamaşa da var ki, onun barəsində ayrıca söhbət açmaq istərdik. İlyas Əfəndiyevin Onda Bilmirəm piyesinə yazdığı musiqi o zaman siz təsəvvürünüzə gətirə bilmirsiniz necə populyar idi. Orada bir Nərminin mahnısı var idi, belə bir nömrə, onu Amalia Pənaxova ifa edirdi. Mahnının özü piyes İlyas Əfəndiyevin də, amma sözlərini Əliağa Kürçaylı yazıbdı. Və o mahnı, vals ritmdə yazılmış mahnı, demək olar ki, bütün evlərdən, əgər siz yay vaxtı keçirdisə, pəncərə açıq idisə, hər yerdən onun sədaları yayılırdı. Bütün Bakı elə bil ki, bu mahnını ifa edirdi. Bunu yeri gəlmişkən Moskva jurnallarından birinin müxbiri də Bakıda olarkən sezmişdi və yazmışdı ki, bugün bütün şəhər, bütün Bakı şəhəri Nərminin mahnısını oxuyur, çalır. Məni sənə bağlayan eşqin məhəbbətindir. Yollarında saxlayan sənin sədaqətindir. Tutsun ərzi dumançan, qarolsun dözərəm mən. Ürəyimi isidən sənin hərarətindir. İstəmirəm gül çiçək, ömrün yolu daş kəsən. İstəmirəm gül çiçək, ömrün yolu daş kəsən. Hər bəlaya dözəcək sənin dəyanətindir. Və biz də yadıma gəlir ki, 69-cu ilin ilk günü idi, yanvarın 1-i idi, yəni yeni il təzə daxil olmuşdu. Yalvar yaxar elədik Emin Sabitoğlu, Emin Əmir deyirdik biz ona, qardaşım Akşinlə və o həmin o Nərminin mahnısını bizə öz xətti ilə yazdı, tarixi də qoydu. Yəni bax belə bir gözəl sənətdir, yəni bizə bəxş elədi. Bu bizim üçün ən böyük hədiyyə idi, yeni il hədiyyəsi idi. İlk tamaşası 1968-ci il noyabrın 1-də olmuş Bunu da Bilmirəm piyesi 1981-ci ilə qədər yalnız Azərbaycan Milli Dram Teatrının səhnəsində 350 dəfə oynanılmışdı və bütün tamaşalar anşlaqla keçmişdi. Bu uğurda əlbəttə ki, rejissor Tofiq Kazımovun yenilikçi ruhu ilə yanaşı Emin Sabitoğlu'nun mükəmməl musiqisi də böyük rol oynamışdı. Onun musiqi bəstələdiyi ən uğurlu tamaşalardan biri də görkəmli dramaturq Sabit Rəhmanın Hicran komediyası oldu. Bu əsərdə musiqili komediya teatrının tarixinə ən çox baxılan tamaşalardan biri kimi düşdü. Halbuki Hicran tamaşası bu gün də ən çox baxılan tamaşalardan biridir. Emin Sabitoğlu'nun orada bir-birindən gözəl bəstələri var. Mən məxsusi olaraq bir bəstəni qeyd eləmək istəyirəm. Hicranı kim tanımır, Mərdəkandan bu yana. Fikir verirsinizsə, mahnı gedir, orada belə qaraçı ritmləri var. Sonra Nəsibə xanım da orada rəqs edir, sırf qaraçı ritmlər üstündə. Adamın inanmağı gəlməz ki, bunu Azərbaycanlı bəstəkar bəstələyir. Bax, o dünya musiqisindən xəbəri olmasını və ən əsası qaraçı musiqisi bir o qədər də populyar musiqi deyil axı bizim regionda. Emin Sabitoğlu bunu elə bir şəkildə bəstələyir və Nəsibə xanım da orada yadınıza gəlin, çılğın bir rəqs edir. Bu Emin Sabitoğlu'nun dünya musiqisinə olan münasibəti
və bəlkə də töhfəsini mən vurğulamaq istəyərdim. Orada təbii ki, komediyadır və musiqili komediyadır, musiqi çoxdur, amma məhz həmin o musiqi parçası mənim zənnimcə ən uğurlu əsərlərdən biridir. Ümumiyyətlə adam sevmirdi. Onun çox komediyaları gedib səhnədə sevmirdi. Grotesk olsun, şit zarafatlar, şit yumor, elə şeyləri sevmirdi. Mən də çalışıram indi bu nömrələri yazdıqca, xüsusən qız bacı nömrələrini çox məmnuniyyətlə yazıram və çalışıram ki, biz deyən kimi çıxsın. Əlbəttə ki, həmin o 3-cü pərdədəki Nəsibə xanım oxumalı da biletlər, onun musiqisi hazırdırmı? Hazırdır. Qulaq asalım. Dünən axşam tamamlamışam. Qulaq asalım. Nə yaxşı olardı, məmnuniyyətlə, məmnuniyyətlə. Söhbətimizin əvvəlində Emin Sabitoğlunun filmlərə yazdığı mahnılar haqqında dediklərimizi onun bəzi teatr tamaşalarına yazdığı musiqi və mahnılara da aid eləmək olar. Məsələn, xalq şairi Bəxtiyar Vahabzadənin Yağışdan Sonra piyesi üçün bəstələnən mahnı tamaşadan sonra Azərbaycan estrada ustaları tərəfindən ifa olunan ən populyar mahnılardan birinə çevrilir. Alo, mənəm. Yanımda adam var. Onda mən danışım, sən mənim dediklərimi təkrar eləmə. Hamısını ona deyirlər. Yox, sənin doğru bilmir. Yazığı nə qədər aldıraq. O da əzab çəkir bizdə. Mən hamısını açıb deyəcəyim ona. Diyeceğim ki biz birbirimizi sevirik. Birbirimizsiz yaşayabilirik. Biz birleşmeliyiz. Payız akşam yağanda gör yağış. Mahnıları əgər bir musiqişünas kimi ona yanaşsaq, onlar əslində qalsa o qədər də mürəkkəb deyil. Çox sadə formada yazılırlar. Məsələn, sadə belə kuplet forması deyirik də biz. Bənd, nəqarət və melodiyası özləri bu mahnıların bir növ məhdud çevrədədirlər. Çox da belə inkişaflı deyil bəzi mahnılar. Bəlkə də mahnısını götürək. Misal üçün, çox sadə elə bir gitara müşahidə ilə oxunan bir mahnı tamaşa üçün yazılmış. Anarın ötən ilin son gecəsi tamaşası üçün yazılmış bir musiqidir. Amma görün, bax bu çox sadə vasitələrlə çox şey demək iqtidarı, bax bu da Emin Sabitoğlunu doğrudan bir özəl xüsusiyyəti kimi üzə çıxır. Gələrəm bulutlar keçəndə Bəlkə, bəlkə, bəlkə də Bəlkə, bəlkə də Bəlkə, bəlkə, bəlkə də Bəlkə, bəlkə, bəlkə də Günlərin bir günü o bizim evdə, o vaxt o Şerburq
çətirləri, sonra bax bu fransız filmlərinə yazılmış musiqi, bax o ballar biz evdə tez-tez ona qulaq asırdıq. Və Francis Leyin də o məşhur filminə, kişi və qadın filminə yazılmış o mahnı bizim evdə səsləndirilirdi dəfələrlə. Və o dinlədi o mahnını və dedi ki, belə bir musiqi yazsaydım mən, necə də xoşbəxt olardım. İllər ötüb və biz deyə bilərik ki, Emin Sabitoğlu elə mahnılar yazıbdı, elə musiqi səsləri yaradıb ki, bugün də onlar, yenə deyirəm, bizi çalxalayır işdən. Onları dinləyəndə biz göz yaşları da tökə bilirik, sevinə də bilirik. Yəni, mənə elə gəlir ki, Emin Sabitoğlu həqiqətən o xoşbəxt bir sənətkardır. Aparır bizi vaxt, aparır. Və bizi aparan vaxt nələrdən qoparır. Bəli, hər şey zamana, vaxta bağlıdır. Elə biz də efir vaxtımızın imkanlarından istifadə edərək böyük bəstəkarımız Emin Sabitoğlu'nun yaradıcılığının kiçik bir qismi ilə sizi tanış eləməyə çalışdıq. Gələn həftənin bazar günü elə bu saatda ATV telekanalında Ritmlərdəki Tarix layihəsinin növbəti buraxılışında görüşəcəyik.